Yalandan ağzı belə eləyirsən. Xəbərlər proqramına girirəm. Keskin sirke küpü nəzər. Mədəniləşək də biraz. Həyatda da belə sakit, mədənisən. U. Salam dostlar, pensioner Rəfin Cəfərov və cavan oğlan Hilal Əlizadə sizinlə bugün Monitor şiirlərin növbəti buraxılışını çəkir. Sarıl, sıx qollarına, qucaqla məni. Monitor şirinə əlavə divan eksperti də gedər deyə verişə. Bu lap ağ oldu ha. Klaviatura pələngləri də. Divan ekspertiz oradan mı? Divan ekspertləri. Hə. Spider-Man heykəlini xalqın xidmətinə açıldı. Doğrudan da hər mənalı. Mənə bax, bu qəpik yığmaq üçün qablar olur o. Onu oxşuyur bu arada. Təcili pul lazımdır arxasından. Hamı isə pisə yozur. Bəli. Əslində qəpik qabıdır. Burasına da bax quş batırıb. Təki quş olsun, brat. Mən sənlə... Brat, bunlar neyniyiblər? Spider-Man arxasını niyə dağıdıblar? Ümumiyyətlə bizə bu heykəllərə qarşı fetiş var. Çox O şəhərdəki qız var, dəxlisiz belə dəmir qız heykəl. Day gələn gedən kimlər onu şey eləmir? O fikir vermirsən hansı hissələri dəmirin Bilirəm, ağrıyır. ağarıb. Açıq xaricdə də mən bir dənə heykəl çəkmişdim. Prosta mən gördüyüm heykəldə belə bir rəvayət var ki, orada kim silirdisə, arzu deyib, arxasını silirdi. Onda istifadə, güya ki, reallaşırdı arzusu. Burada başqa şey Bu tədbir olunur. şeydir, Goblinlə döyüşdən sonra Spider-Man. Uşaqlar, kriminal tatulara son deyək. Yo, tatu sözün düz deyil. Adətən, Murat, belə yerlərdə tatu deyirlər. Tatu. Hə, ya da ki, töv sözü deyəndə deyirlər tatriyovka. Tatlarınızı. Tatriyovka eşitmirsən? Taturovka. Sənə deyim, amma qız boş yer buraxmıyıb ha. Full. Üçüncü sinif. Üçüncü sinif partasında oxşuyur. Ha bu qızdır, taksiyəm, gətirmişəm. Düşüb maşından qatır, pulumu vermir. Bax, düşüb qatır maşın. Subway Surfers. Əhməd Rəcəbli Nizami metrosu istiqamətində aparılan müştəri ödəniş etmədən avtomobil üçün uzaqlaşıb. Özü bu... Neyniyim? Kimə Elədiyimi eləyirsən. Mən neyim ki, şikayət elim. Polamı ver. Qıza maşallah marafon qaçır ha. Bax, qaçdı getdi. Sök, girdi araya. Girdi. Qaçdı getdi. Özü TikTokda görərsən. Görsən cəmaat nə deyir? Özünü TikTokda görərsən. Sən isə özünü TikToka qoyursan. Cəmaat TikTokdan qaçır, biz isə TikToka qoyuruq özümüzü. Gör necə biədəb adamlarıq biz. Şəbnəm xanım üçün 25 manata otaq hazırladıq. Şəbi. Kasıba romantikada yaraşmır hələ. Şəbi. Bu özə plastinadır, yoxsa götürüb ləçəklərini qoyublar gülün. Çox səliqəli işləyiblər, amma 25 manata... Metrə ilə zaten. 25 manata dəhşət simmetriya var bu şeydə. Gör bunlar 50 manata neyin Mahnı nə gedir ya? Bu mahnı ilə neyinizə elər ki, Şəbnəm xanım deyir? Mən burada, məsəl üçün, düşünürəm ki, adam bir 15-20 dəqiqə uzansa, 2-3 gündən sonra dəri zöhrəvidəsən. 25 manat mən çox gözləndim. Çox, yəni o gigiyena ala bilmərsən. Yəni, yuyucu vasitələri bir yerə arayın. 25 manat eləmir. Qəsim mövqeyindən meydan vərdişələri görünmür. Turan Tovuz Sumqayıt oyununda stadionu kabab tüstüsü bürüdü. Cəmat necə oynasın da, yəni... Futbolun ortasından sonra aclıqda gəlir O, axı. qəşəng gəlir, ha. Prosto bu necə kababdır ki, iyi belə yayılıb. Yox, bura mən tüstü görmürəm axı bu qadın. Abi şeydə kiminsə ferması yanır, qonşuda, onun iyisidir gəlir. Kabab iyi də stadionda əməlli başlı hiss olunur. Jorge Silva. O şərh eləyən qardaş da oradadır ki. Hə də yəqin ki, onlar hardasa şeydə olur da, baxırlar yuxarıdan. Tribunadan. Hə, tribunadan baxıb şeylər, şərh eləyirlər. Sən demə özü pişirirmiş də, oradan da kabab iyisi götürüb stadionu. Bu yadında da bu xanım. Yox. Gəlin mənə. Bu yaxında təzəlikcə başqa bir mahnısı trend olub, çayla bağlıdır. Buyur. Bir çay ver içimden. Çay ver içimden, bir çay ver içimden. Bin bir kızın içinden. Eyni tempdə gedir amma fikir ver. Gəlin mənə atdım. Çay ver içimdən. Neçə saata yazılır görəsən bu mahnılar? Burat, zarafatsız ChatGPT-yə zada da düşün, eyni teksti verə bilər. Day nələr eləmir. Ümumiyyətlə,
TikTok olsun və yaxud da harda olsun, biraz məşhurlaşan kimi fərqi yoxdur hansı mövzu ilə. Geyim mağazaları naxada onu qapır. Hə, açmış o gedirdi bir ara, sonra Lokko gedirdi. Necə tez trenddən düşürlər bu adamlar, zarafatsız ya. Qazanc var, qazanc. Pul var, pul. 100%. İndi o kənddə zətdə soruşurlar ondan ki, sən nə qədər aldın o sən? Ay, bu məntiq necə işləyir? Ay, filanın Elbrus'un mağazası var ya, TikTok'da məşhur olan orada işləyir. Gedək oradan paltar alaq. Azərbaycanda həyat yoldaşına xəyanət etmək 20.000 azayına başa gələcək. Buna görə evlənmə. Bundan sonra axtarışlar evdə daha çox artmağa başlayır. İkinci telefon hardadır sən? Tez ol, bilirəm, varındır zat. Yoxdursa ala bunu istifadə et. Keçən dəfələrdə Rusiyada olub, bilməm indi bunu salar suya yox. Arvad girib ərindən sonra tualetə, ayağı yoluna. Görüb ki, əri suyu yumayıb. Görüb ki, bunun nəzisinin içində buraq var. Arvad da tutub ki, mən buraq pişirməmişəm. Axşam gediblər padruqasına girək, görüb ki, padruqası buraq salatı pişirib. Saççı oldu. Hə, dəlixana düşüb. Pristup nömrədə. İlk saniyədən uca. Mən dostlar, oğru olmuşam. Mən pristup nömrədə oğru olmuşam. Bir sözdə, söhbətdə Konuş artık. bir başqa bir vəziyyətdə. İki cümləni bir dənə birləşdirə bilsəydin daha yaxşı olardı. Deyə bunlarda Bu deyəsən doğulan kimi bunu törməyə basıblar. Məktəbdə yəni ki, eləməyiblər də. Ona görə biraz yavaş-yavaş fikirləşir. Qaqaşın qəribə belə romantikası da var, fikir verirsən. Yəni özünü biraz belə seksi göstərmək. Arxada roza, qolda nakolka. Qara saroçka öz əlini göstərdi, tatuirovkasının zadı. Dostum Emirdə, görürsünüz də, toy boxdan aldığım nakolkanı yapışdırmışam. Arxadakı güllər də plastikdir. Bildinizdə nə deyirəm? Bildiniz də nə deyir? Mən bilmədim. Ya qardaş çox dərin danışır. Motivasiya postudur, nədir bu? Qardaş çox da dərin. Kriminaldan başlayıb axırda şeyə bağladı, özünə güvən. Biz şampiyon olacağız. Dərin danışır. Dərinə düşmək lazım deyil. Nə düşünürsən bundan bağlı? Zor. Zibil vedrələrin qarşısında saxlayan sürücünü belə cəzalandırdılar. Bəli, gözəl təşəbbüsdür. Özdə fikir ver, maşın hər yerindən istifadə ediblər ha. Səliqəli asıblar. Ki bizim zibilləri sən tullayarsın. Amma yəni səliqəli olmaya da bilərdilər, bəxtimiz gətirib. Yo, zarafatsız bizim cəmaatda belə şeyə insaf var. Mədən paketi qoyublar. Mən deyəcəm sağdır ya. Dostum mənə yol göstərən də. Gördü. Belə şey yox. Gözə mən deyəcəm. Mən elə sesi olan adama güvənmərəm. Gəldi bu. Zarafatsız dostumdan gələn mənə Max xeyir. Abrat, mən bizdə çox maşın görürəm, güzgüsüz. Mən güzgülərə çox fikir verirəm maşınlarda. Çox adam bir də görsən, nə bilim şey. Necə sürürlər? Skoçla zanla nəsə yapışdırıb ora belə güzgü əyri bir şey. Ya da hələ bir yola yox, özünə baxır da başa düşün. Özü üçün sürürlər. Belə bax. Bizdə o şu yollarda çox bir də görsən bərbad maşınlar olur, avarin də. Özdəki veclərinə döyür onların. Yolda zətdə məsəl çıxarsan qabağa torumuza basmayacaq, part. Əksinə o sərf edir ki, vursun oranı remont eləsin. Ya baban yazırlar da qardaş. Bu nəyin daraldıcısıdır? Özdə komment yazmaq olmaz. Yox, nəyin daraldıcısıdır bu rahat bu? Bəlkə bu mən burnumu yekədir, mən istəyirəm burnumu daraltsın, burnum balacalaşsın. Olur elə şey. Böyle sənin qulağa elə şey yarayır. Özə bu necə istifadə olunur? Mən bilmirəm, mən birinci səfərdə bir şey görürəm. Yəni bu nə olan şeydir bu? Suya qatırsan, sonra şey edirsən, nə bilim, har lazımdır ora sürtürsən. Mənə bax, mən indi bunu suya qatıb kimisə üstünə töksən balacalaşar özü. Bəlkə də. İçmək lazım deyil buna. Təsəvvür o şeyi qarışdırırsan, çarşıb içirsən. Ağzın balacalaşır da. Sənə görə biz qalmışıq burada avara qoy. Vur. Başka? Deyirəm ki, maşını uçur bir başqa, böyle təzə bir mod açım. Başka? Sənə görə biz bu həyətə girə bilmirik. Qaqaş Mortal Kombat. Boppi o bonusdur. Yox da mənim niyə görə də oradan qışqırırsan? Yox, yəni bu aqressiya, bəlkə də oradan kiməsə qonaq gəlib, yəni o da bir insandır. Yox, mən həyətlərdə qısaca görürəm, belə qıfıl zad qoyurlar yalandan, hə gör bunun yeridir. Bizim məhəllədə də vardı. Var. Dəxlisi nədir o? Bura mənimdir, mənim olub və mənim olacaq.
Parkovka məsələsi vəbşə zaydı, Bizdə açıq. Şəhər çox çox qəlizdir, çox pisli tapmaq olmur. Mən bunların nə bilim heç birində qınıya da bilmirəm. Mən məsəl üçün məhəllədə qalam, axşam gəlim qardaş, harda saxlayım maşınımı, ona görə məcbur oldu fılız adı qoyacaqsan da ora. Hamıya şamil eləməm, amma küçəyə bayıra çıxanda sürücülərin çoxusu çox aqressiv olur. Cəmaət olaraq belə bir-birimizə qarşı fikir verirsiniz. 80% gör mən taksi ilə gedim, gündə 3-4 dəfə taksiyə minirəm də mən. Pəncərə çox vaxt bağlı olur. Nəsə olan kimi də o birini söyür, özü də pis söyür. Söysünlər də. Yəni baxırsan ki, niyə söyürsən? Nə dəyişir? Özü ki, brat, bu keçən dəfə qardaşım biri yola girməliyəm. Yola girməliyəm, arxadan siqnal verirlər. Buradan da heç kəs mənə yol vermir də probka vaxtı. Məcbur bir dənə boşluq oldu. Keçdim də başa. Siqnallayır mənə arxadan. Deyirəm qardaş, deyirəm sən mənim vəziyyətimdə olmamısan. Düşmüşəm deyirəm ki, sən mənim vəziyyətimdə, sən də orada dayanırsan da gündə 3 dəfə, sənə kimsə yol vermir. Yolun ortasında düşdün, başdan razvolka elə. Hə, düşdüm belə probkadır. Orada sizə baxır. Hə, də probkadır da. Mən nəyim? Onsuz deyirəm ki, sən mənim vəziyyətimdə durub baxır sifətimə. Brat, cavabı yoxdur. Məncə prosta qardaş gözləmirdi ki, o maşından sən çıxacaqsan. Nə olub be? Bir dəfə amma ona aid çox gülməli hadisə yaşamışam. Danışım. Bir dəfə sporum düşdü, qızla vəbşim küçədə sporum düşdü. Əsəbləşmişəm, brat. Qıza dedim ki, çıx get, özümə belə söyüş gedirəm sizin o ara məhəlləyə. Söyüşün bir köpükdən özümdən asılır, brat, bildiyin şeyi itirmişəm, yəni reallığı itirmişəm. Bu daydan betər gündəyəm. Belə söyüş gedirəm. Özünüzü söyürsün. Ha, özüm. Reis kitindən bir dənə belə qaqaş çıxdı, belə çeçenka saç, qulaq belə sınıq. Qaqaş da belə yanakı qoysun düzündən hündürdə, bu enliliyindədir. Məndə də brat bir dənə knopka var zarafatsız. Kimsə mənə nəsə şey eləyirsə, haqqına söz deyirsə, Allah haqqı cavab qaytara bilmir. Adam bilirəm də nə deyəcək mənə. Gəldi belə uzaqdan belə çatdı. Belə elədi. Mən də dedim ofisdə öldü söhbət. İndi bütün məhəllə tökülüb mənə döyəcək. Gəldi belə mənə çatdı, əlini qoydu çiyin. Bir dənə belə şey. Allah canı sağ olsun, izləyirəm. Şuruğun mən həyatda verdiyi bir də xeyir. Oğurladıqları telefonu satıb... Normal oxu da. Oğurladıqları telefonu satıb dodaq dolğusu edən ki, qadını həbs edildi. Neçəyə deyə bu prosedur ola, çox bahadır. Yox, yəni nə məcbur deyə, özü bir-birinə oxşayırlar bunlar. Türkiyədə baş verib. 17 yaşlı qız. Bildim, məncə 18 yaşına çatmayan insan. Nə məcbur deyə, brat? Yanıva elə qəşəng olsun. Deymir də, yəni dodağa açığı. Yəni xadavoy yerdir də biraz. Məncə elə gəlir ki, onlar o dodağın bir hissəsini hiss eləmirlər. Hardasa o limiti keçməyə başlayırlar. Bunun abqona çıxır dodağı bir moment. Özə bu çənə xətti zad var da. Bu bəzi qızlar baxıram ki, bu çənəsi genetik gözəldir. Buranı doluğu eləyirlər belə qəribə. Sonra yat planetdə oxşayır. Velosiped sidenisinə oxşayır sifəti. Ay babaş, niyə yaşayırsan qaqaş? Özbə hörmət elə, ay qaqaş. Bilmirəm, düz deyirəm, düz demirəm. Qaqaş özü düz yol gedir amma. Bundan başlamaq lazım. Qaqaş özü. Kimə deyir? Ay babaş? Babaş. 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 Portebakudan ev. Artıq Portebakudayam. Ona yazın baxın. Ay babaş, niyə yaşayırsan? Gör nə gündəsən ala. 10 ildir bloger eləyirsən. Bir nəfər sənin mahnına həsr edib heç. Ay rafin, qrafin. Gedir da. Belə başlayıb. Parafin. Nə edirsən, düz eləmirsən, ay qrafin. Bilmirəm, düz deyirəm, düz demirəm. Bilmirsən sən niyə başlayırsan bu söhbəti? Özün də düz yolu da getmirsən. Belə özün bilərsən, hə? Piyada keçidi var, adam keçir, dayanmalısan da. Bu nə aqressiyadır? Düz eləyir də, nə qışqırırsan, ala. Yox, keçirəm. Yox, 15 saniyə vaxt itirirsən. Bəlkə UFC, qaydasız çöl UFC zat şey eləyir, ala. Görürsünüz də yoldaşı ilə. Nə heç olmasa bu... Orada nə deyirlər? Ay babaş, niyə yaşayırsan qaqaş? Qaqaş. İmkansız ailəyə götürdüyü yardımı geri qaytardığı üçün tənqid olunur. Daha çox adam görsün, daha da çox adam qoşulsun. Tək ki bu əgər doğrudan da effektiv olursa, qoy eləsinlər. Amma bax bu nədir? Maddi dəstəkdir. Niyə yerə qoyursunuz? Yerə qoymadın, bu diyor da insan... Adam hörmətlə yanaşa çörəyə. Ay. Nə oldu? Qaqaşa ləzzət eləmədi. Şeydir, götürdü produktları, çıxdı, getdi.
Ala bu adamdır da, indi həyəcanlanıb ola bilər. Yaşlı adamdır, nə bilim, şey. Bir dənə ona görə Yox, gətirmisənsə dayı ver. Yəni hər nə yeyib. əsəbləşdim, əsəbləşib çıxar. Çörəyi içinə qalmasa. Ver. Adam hörmət eləyər çörəyi, onu yerə qoymaq çıxır. Sən elədin qat-qat daha hörmətsizlikdir. Kimi o çörəyi yerə qoymaq. Restoranlarda qaqaşın xəbəri yoxdur ki, köhnəlmiş çörəklərdə dayı şeylə, kamazla hamısı qarışıq eyni qabı şeyə gedir. Restoranda bir dəfə bir dənə səhnə görmüşəm. Danışım. Uşun Murat kababxana ağzı açıldı. Orada qaqaş belə lüləyə belə eləyirdi, yapışmırdı. Qaqaş reski belə belə elədi, yapışdırdı lüləyə qoydu şeyə. Sən əlbizin duzu var da, kadr. Taş buramı. Ne bileyim ben gollayaksız olum. Qardaşa da bəhanə lazımdır, elə bil. Mənlə düzgün salaşmılaşmadın, salaşmılaş. Hər dəfə belə gedir, nəsə bəhanə tapır. Gözümün içinə baxdın, burnunu qaşıdın, sən yalan söylərsən, sənin yardıma ehtiyacın yox. O ki də belə bir şey baş verib. Bəs niyə paylaşırsan? Hə də doğrudan. Paylaşmaqda məqsəd nə idi? Gülməsə... Yox, o çox çətin. Salam, hər vaxtınız xeyir. Demirsən ki, Gəncənlə maraqlı yeri harasıdır? Gəncənin maraqsız yeri var ki, çünki orada ağalilər yaşayır. Qadanız alıram. Nəslimin hardasa 80% Gəncədəndir. Xahiş edirəm, belə videolar çəkib mənə utandırmayın da, nə olar? Ay Allah! Murat, o O qədər videonu sildirim. Hara cringe şikayət edim? oldum ki, o qədər belə ətim töküldü ki. Darıxıra! Dağın ortasında mən bu nə verir həyatda? Darıxıram. Ola bu darıxıram. Murat, niyə də bu nə deyə? Yəni bu zarafatsız bax səndə niyə yoxdur? Sən belə baxanda ondan çox məşhursan da, səndə niyə yoxdur ki o? Bu belə niyə cırılmırsan? Çünki mən darıxmıram. Keçən dəfə yadındadır Roturu dağıdan xala. Hə. İndi gör nəyə dağıdır. Bismillahirrahmanirrahim. Bunu sənin qapına xoş niyyətdən gətirməyib. Ay qız, Bismillahirrahmanirrahim. Bax. Buralarda çox pisdir, ağırlıq var, cad var, tilsim var. Ay qız, bunun içərisində. Profilin adı zordur, ekstra his. Ekstra his 62. 62 nədir ki görəsən? Evdə görəsən necə axtarır bu stiçi. Bu məsəl gəldi girdi evə, o istidir. Gedir belə yapışır divara belə. Yəni bunu çağıran hansı şey? Bizdə xanım nə edirsiniz? Girdi şkafın altına dozan vurdu kimi belə. Uşağımızda nəsə qəribəlik var, oyuncaqla çox vaxt keçirdir. Hə, stiçi götürür, iynir belə. Hiss edirəm stiçin içində purs. Stiç. Gördün? Bax. Cad var, tilsim var. Ay qız, bu. Yaxşı da bax sən tapa bilirsən. Bu dramaya nə ehtiyac var ki, yəni? Qışqır, bağır, deyəm, ay Allah, ay müştəriyə can yandırır. Ay psixoloji. Nəhayət ki, artıq bunu kimsə göstərdi. Fosforanın düzgün istifadə qaydası, qardaş. Fosforanın düzgün istifadə qaydası odur. Bu bibi nə edir ki, Zara? Mən bunu görəm arada. Bibi özünə qulluq. Özü çox xoşbəxtdir, fikir verirsən. Bilirsən kim oxşuyur bu? Bilirsən nə vibe alıraq? Şəhərin fərqli nöqtələrində 4-5 dənə evi olub, kiraya verib, onun pulu ilə dolanan bibilər olur. Bax, onlara oxşuyur. O qədər bekardır 4 dənə evdən indi bu ay gedəcəm. Təzə pilisos alacaq. Şey alacaqdı, 3500 wattlıq. Motion pilisosdur. Girdi içinə özü təmiz. O özü pilisos o tərəfdən mul çıxardır cavan. Film var idi. Substansiya. Substansiya. Videonu like edib kanala abunə olub şərh yazdığınız üçün təşəkkür edirik. Növbəti videoda inşallah səsimiz ölər. Ulu Tanrı sizi qorusun. Göydən axan köpüklü sellərdən və yağan daşlardan. Sağ olun.